Salam. Azərbaycan Xalq Cümhuriyyətinə aid testlərin izahına başlayırıq. Demək, 2025-ci il topludan. Birinci testdə Azərbaycan Xalq Cümhuriyyətində qanunverici hakimiyyət məxsus idi. Cavab C variantı olacaq. Burada parlamentə. Çünki qanunverici hökumət parlamentdir. Digərləri isə yanlışdır. İkinci test Azərbaycan Xalq Cümhuriyyətinin elan olduğu şəhər. Cavab olacaq D variantı 2-də. Tiflis şəhəri. Fətəli Xoyskinin başçılığı ilə 2-ci hökumət kabinetinin yaradıldığı şəhər. Birinci hökumət 1918-ci ilin 28 mayında Tiflisdə elan olunmuşdu. İkinci hökumət isə artıq Gəncədə elan olunmuşdu. Cavab olacaq C variantı Gəncə. Azərbaycan Xalq Cümhuriyyəti elan edildi 20-ci əsrin ilk 10 illiyində deyil, çünki 1918-ci il 2-ci 10 illikdir. Bakı Soveti qoşunlarının Göyçayda məğlubiyyətindən sonra bu da deyil, çünki Göyçay döyüşləri iyunda olmuşdu. Birinci Dünya müharibəsi başa çatdıqdan sonra mayda müharibə başa çatmayıb, noyabrda başa çatacaq. Zaqafqaziya Seymi dağıldıqdan sonra 4-də cavab olacaq D variantı. Sentrakaspia diktaturasının süqutundan sonra da olmaz. Çünki Sentrakaspia diktaturası sentyabrın 5-i 1918-də süqut edibdir. 5-ci test 1918-ci ilin 27 avqustunda Sovet Rusiyası ilə Almaniya arasında gizlin bağlanan sazişin mahiyyəti. A variantı Almaniyanın Bakını AXC Osmanlı qüvvələrinin qorumağı öhdəsinə götürməsi. Bəli, cavab elə A variantı olacaq. Və bunun əvəzində Sovet Rusiyası Almaniyaya neftin müəyyən bir hissəsini verməyə öhdəsinə götürmüşdü. 6-cı test Mudros barışığının şərtlərinə görə Cənubi Qafqaz dəmir yolu üzərində nəzarət hüququ Osmanlıya verildi. Xeyr, əksinə Osmanlı Azərbaycanı tərk etməlidir. Cavab olacaq B variantı. Mudros 1918-ci ilin oktyabrın sonunda imzalanmış, noyabrda isə artıq Osmanlı qoşunları Azərbaycanı tərk etmişdi. 7-ci test 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal bəyannaməsinə aid deyil. Azərbaycanın siyasi quruluş forması xalq cümhuriyyətidir, aiddir. Azərbaycan tam hüquqlu və müstəqil dövlətdir, düzdür. Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur, düzdür. Azərbaycan Xalq Cümhuriyyəti yalnız həmsərhəd xalqlar və dövlətlərlə əlaqə yaradacaqdır. Bu yanlışdır, çünki hər bir ölkə ilə əlaqə yaratma hüququ var. Y variantı da doğrudur. Azərbaycanın bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verildi. 8-ci test Azərbaycanın ABŞ-ın elan olunmasından 142 il sonra Türk dünyasına baş veribdi. ABŞ-ın elan olunması 1776-cı ildir. Üstdə gəlirik 142. O da olacaq yəqin ki 1918 Azərbaycan Xalq Cümhuriyyətinin yaranması. Bəli, 1918 Azərbaycan Xalq Cümhuriyyəti. 8-də olacaq cavab B variantı. 9. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından 142 il əvvəl, bu da olacaq ABŞ-ın yaranması, C variantı. 10. 1918-ci ildə bolşeviklərin törətdikləri mart soyqırımından sonra yaratdıkları hakimiyyət orqanı. Apreldə Azərbaycan Xalq Cümhuriyyəti olmaz, çünki bu bolşevik hökuməti deyil. Sentrakaspia diktaturası 1918-ci il iyulun sonu, avqustun 1-i XKS devrildikdən sonradır. Bakı Xalq Komissarlar Soveti deməli apreldə yaranıbdır. Deməli cavab olacaq C variantı. Bakı Xalq Komissarlar Soveti 1918-ci ilin aprel ayında yaradılmışdı. 1878-ci ildəki deməli Bakı şəhər dumasını devirərək. 11-ci test 1918-ci il avqustun 1-də Bakıda SSR, Menşevik və Daşnak İttifaqının yaratdığı hakimiyyət orqanı adlanır. Bu olacaq Sentrakaspia diktaturası, Y variantı. 12-ci test 1920-ci il Azərbaycan Xalq Cümhuriyyətinin tarixi siyasəti üçün xarakterikdir. Daha doğrusu xarici siyasəti üçün xarakterikdir. Neft sənəsi milliləşmə xeyr, AXC-də milliləşmə yoxdur. Qars müqaviləsinin bağlanması, bu da yanlışdır. Qacarlar dövləti ilə dostluq. Bəli, Qacarlar dövləti ilə dostluq müqaviləsi 1920-nin martında imzalanıbdır.
Qars müqaviləsi 1921-dir. Sonra deyəcəklər səhvlər müəllim demədi. Sonra Azərbaycan Neft Komitəsinin təşkili, bu da 1920-ci ilin mayın 24-dədir. Sovet Rusiyası ilə hərbi siyasi müqavilənin bağlanması da, bu da Sovet Azərbaycanı qırıldıqdan sonradır. 1920-ci ilin sentyabrındadır. 24. 24-ə niyə gəldik? 14, 13-ə gəlməliydik. Aha, 13 buradadır. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət istiqamətində gördüyü tədbirlərə daxildir. Azərbaycan vətəndaşlığı daxili siyasətdir. Qacarlar dövləti ilə dostluq müqaviləsi. Cavab olacaq B variantı. Digərləri isə Qarabağ general daxilidir. Üçrəngli dövlət daxilidir. Bakı dövlət də daxilidir. 14. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət istiqamətində gördüyü tədbirlərə daxildir. Üçrəngli dövlət bayrağının qəbulu daxilidir, vətəndaşlıq daxilidir, Naxçıvan daxili siyasətdir, Paris Sülh Konfransına nümayəndə heyəti D variantıdır, çünki 1918-in dekabrında göndəriblər. 15. Bakı Xalq Komissarlar Soveti qüvvələrinin bütün Azərbaycanın işğal etmək planı pozulmuşdu. Zaqafqaziya Seyminin Osmanlı dövlətinə müharibə elan etməsi ilə variantı. B variantı general Den Sterblin başçılıq etdiyi İngilis dəstəsinin Bakıya daxil olması ilə. C variantı Bakıda Sentral-Kaspi diktaturası. Demək cavab olacaq Y variantı Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə. 16. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçürüldü. Nur Paşanın gəlməsi ilə köçürülür. Yox, daha doğrusu Nur Paşanın Bakını azad etməsi ilə deyir. Bu da A variantındadır. Azərbaycan Osmanlı ordusu tərəfindən Bakının azad edilməsi. 17. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ərzaq təhlükəsizliyini müəyyən etmək üçün gördüyü tədbir. Dövlət Bankı, xeyr, ərzaqla nə əlaqəsi var? Xırda kəndli təsərrüfatının milliləşməsi. Dedik, milliləşmə yoxdur. Respublikadan kənara ərzaq məhsul çıxarmasının qadağanlanması cavab C-dir. Çünki 1918-ci ilin 27 iyun qərarına əsasən ərzaq və mal qaranın ölkədən çıxarılmaması haqqında qərar qəbul edilmişdi. 18. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə həyata keçirdiyi sosial-iqtisadi tədbir. Vətəndaşlıq siyasidir, üçrəngli dövlət bayrağı dövlət quruculuğudur, respublikadan kənara ərzağın və bəzi xam mal, bu isə sosial-iqtisadidir. Aqrar islahat həyata keçirilmir, Dövlət Bankı iqtisadidir. Cavab C. 19. 1918-ci ilin payızında Osmanlı hərbi qüvvələrinin Azərbaycandan çıxıb getməsinin əsas səbəbi təbii ki də Mudrosdur və Osmanlının uduzmasıdır müharibədə. Osmanlı 1-ci Dünya müharibəsinin məlubiyyəti. 19A variantı. 20. 1918-ci ilin yayında General Den Sterblin başçılığı ilə İngilis hərbi qüvvələrinin Bakıya daxil olmasında məqsəd Bakını azad etmək deyil, Azərbaycan Osmanlı ordusunun Bakı gəlişinin qarşısını almaq. Cavab B olacaq 20-də. 21-ci test. 1920-ci ilin yanvarında Sovet Rusiyasının Azərbaycan Xalq Cümhuriyyətinə göndərdiyi notanın məzmunu təbii ki təslim olmaqlarını, Denikinə qarşı mübarizədə onlara kömək etməklərini tələb edirdilər. Təslimlikdən çox Denikinə qarşı mübarizədə onlara kömək etməyini təklif etdilər AXC-yə. AXC isə onlara cavab verdi ki, bu sizin daxili işinizdir. Digər notada isə ruslar deyir ki, o zaman bizim sizi tanımağımız uzun vaxt çəkəcək, yəni tanımayacaq. Ağ qvardiyaçı qüvvələrə qarşı birgə mübarizə aparmağın təklif edilməsi. Cavab olacaq D variantı. 22. 1919-cu il Azərbaycanla Gürcüstan arasında bağlanmış hərbi müdafiə müqaviləsi məzmunu odur ki, Gürcüstan bizə silah verməlidir, biz onlara neft verməliyik. Buna hərbi şura nəzarət edəcəkdi və 3 illik imzalanmışdı, amma Gürcüstan bizə kömək etmədi. Ermənistan Denikinə köməyə yol verilməməsi bu deyil. A. Almanlarla Rusların Birləşmiş Qüvvələrin Cənubi Qafqaza buraxılmaması. Bu da deyil. İngilis təhlükəsinin aradan qaldırılması da deyil. Cavab D-dir. Denikin təhlükəsinə qarşı mübarizə. 1919-cu il Paris Sülh Konfransına göndərilmiş Azərbaycanın diplomatik nümayəndə heyətinin səlahiyyətinə aid idi. Türkmənçay müqaviləsinin maddələrinin ləğv etmək.
Xeyr, belə bir şey yoxdur. AXC-ni tanıtdırmaq da, müstəqilin tanıtmasına nail olmaq. C. 24. Görək 24 hardadır? 24. 1918-ci ilin sentyabr ayında Bakının azad edilməsinin nəticəsi Sovet Rusiyası ilə diplomatik əlaqələr. Xeyr. Ümumiyyətlə Sovet Rusiyasının adı çəkilmir də AXC dövründə. Nə müsbət, nə mənfi mənada. Yalnız sonunda gəlib süquta uğradacaq. Çünki hər zaman Sovet işğalçı niyyət yürütürdü AXC-yə qarşı. 24-də deyir ki, 1918-ci sentyabr ayında Bakının azad edilməsinin nəticəsi Sovet Rusiyası ilə diplomatik əlaqələr deyil, Alman qoşunlarının Bakıdan çıxarıldı deyil, İngilislər Gəncə üzərinə yürüşün qarşısı alındı deyil, milli hökumət Gəncədən Bakıya köçürüldü. Cavab olacaq D. 25. Bolşeviklərin Bakıda qırğın törətməkdə əsas məqsədi olmuşdur. Təbii ki də müsavatın sosial bazasını zəiflətmək istəyirdilər. Milli siyasi qüvvələrin inkişafına şərait yaratmaq yox, bu deyil. SSR-nin Bakını işğal etmək, neft sərvətlərinə yələnmək planını həyata keçmək. Xeyr, SSR yox idi onda. Söhbət əgər 18-ci il qırğından gedirsə. Bakı Xalq Komissarlar Sovetinin hakimiyyətini daha da möhkəmləndirmək. Xalq Komissarlar Soveti apreldə qurulmuşdu. Xalqımızın milli azadlıq mübarizəsinin başsız qoymaq. Cavab D. 26. 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinə aiddir. Gürcüstanla Denikinə qarşı hərbi müdafiə müqavilə 19-dadır. Batumda Osmanlı dövləti ilə sülh və dostluqdur. Cavab B olacaq. Qacarlarla dostluq haqqında müqavilə martdadır. Paris Sülh Konfransının Azərbaycan Respublikasının de facto tanınması 20-ci ildədir. 20-nin yanvarı. Muğan Sovet Respublikasının ləğv edilməsi isə 1919-un mayından avqustuna qədər davam etmişdi. Bu da deyil. 27. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin dekabr tarixi üçün səciyyəvi idi. Demək, parlamentin fəaliyyətə başlaması 7 dekabr. Cavab A. 28. Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ilin 11 yanvar tarixinə aiddir. Paris Sülh Konfransına dövlətin müstəqilinin de facto tanınması. Cavab A. Çünki vətəndaşlıq haqqında qanun 1919-un avqustundadır. Azərbaycan parlamentinin yaradılması haqqında qanun 1918-in noyabrındadır. Dövlət bayrağının qəbulu 1918-ci il noyabrın 9-udur. Milli Ordunun Əsgəran və Xocalını azad etməsi 1920-ci ilin martıdır. 29. Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yayı tarixinə aiddir. Bu yəqin ki olacaq İngilislərin hərbi qüvvələrinin deməli qoyub getdiyi gəmilərdən donanmanın təşkili. Görək elə bir cavab varmı? Yoxdur. 3-cü hökumətin tərkibinin elan edilməsi. Demək, başqa bir şey tapaq. Neft sənayesi milliləşməsi olmaz. İngilis qoşunlarının Azərbaycana ilk dəfə gəlməyi 18-ci ildədir. Qarabağ general qubernatorluğu qışdadır. 3-cü hökumətin tərkibinin elan olunması demək 1918-ci ilin. Demək, burada olacaq Məsləhət Məclisinə seçkilər haqqında əsasnamənin qəbul edilməsi, amma Məsləhət Məclisinə əsasnamə qəbul edilsə də seçkilər keçirilmir. Üçüncü testə baxaq. Çünki niyə D-ni götürdüm? 3-cü hökumətin tərkibinin elan edilməsi. 3-cü hökumət 1918-ci ilin dekabrın 26-sında təşkil olunur. Dekabrın 7-sində 2-ci hökumət bitir və 3-cü hökumət dekabrın 26-sından 1919-cu ilin martına qədər davam edir və 1919-cu ilin daha doğrusu aprelində 4-cü hökumət qurulur. 30. Azərbaycan Xalq Cümhuriyyətinə aid deyil.
tarixi iradlarının bərpa edilməsi aiddir, parlamentin açılması aiddir, türk dilinin dövlət dili elan edilməsi aiddir, ərzaq məhsullarının respublikadan kənara çıxarılmasının qadağanı aiddir. Erzincan müqaviləsi isə 1917-ci ilin dekabrındadır. Ona görə də o aid deyil, Y variantı. Erzincan müqaviləsinin şərti o idi ki, Qafqaz cəbhəsindən Rus qoşunları çıxmalıydılar, silahlarını yerə qoymalıydılar, Anadolunu tərk etməliydilər. Lakin Ruslar silahlarını bolşeviklərə, menşeviklərə verdilər. Hətta gedərkən yolda soyğunlar törətdi Rus qoşunu və Şəmkirdə 1918-in ilk hadisəsi olan Şəmkir toqquşması baş verdi. 31-ci test. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu ilə əlaqədar həyata keçirdiyi tədbirə aid deyil. Cavab A-dır. Konstitusiya, çünki AXC-də qəbul edilmir. Digərləri Milli Ordu 1918-ci ilin 26 iyunundadır. Üç rəngli dövlət bayrağı 1918-ci ilin 9 noyabrındadır. Parlament 1918-ci ilin 7 dekabrındadır. Vətəndaşlıq haqqında qanun isə 1919-un avqustundadır. Hamısı Xalq Cümhuriyyətinin dövlət quruculuğudur. 37. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu ilə əlaqədar həyata keçirdiyi tədbirlərdən biri. Əks-İnqilabla Mübarizə Təşkilatı var, 1919-un fevralındadır. Bakı Bonu adlı pul vahidi 1918-ci ilin sentyabrında. Bakıda türk dilində ilk böyük kitabxana. Bu türk dilində qiraətxana deyir. Yəqin ki, bu Nərimanov tərəfindən 1894-də açılmışdı. Bakı Universiteti mədəni hadisədir. 1919-da açılıb. Bütün torpaqların kəndləri bölməsi elanı isə həyata keçirilməyibdir. Deməli, bunun üçün daha çox dövlət quruluşuna, dövlət quruculuğu, məsələn, Bakı Bonu iqtisadi hadisədir. Türk dili də kitabxana mədəni hadisədir. Universitet də mədəni hadisədir. Torpaq paylanmır. Ona görə A götürək. 32-yə. 33. De facto adlanır. De facto faktiki də, yəni mən səni gözümlə görürəm. Bir dövlətə muxtariyyətin verilməsi deyil, dövlət və yaxud hökumətin faktik olaraq tanınması. B variantı. De jure isə sənədlədir, yəni hüquqi olaraq tanınma. C variantı de jure tanınmadır. Məğlub dövlətin qalib dövlətə verdiyi ödənç təzminatdır. Y variantında deyir, ali hakimiyyətin bir nəfərin əlində olmasının faktiki təsdiq olunması isə bu nədir? Təsdiq olunma. Deməli, 34. Cənubi Qafqaz nümayəndə heyəti Brest-Litovsk müqaviləsinin Qafqaza aid olan müddəalarına etiraz etdi. Trabzonda. Cavab C variantı. Brest-Litovsk müqaviləsi 1918-ci ilin mart ayının deməli 14-ü qəbul edilmişdi. Buna əsasən Qars, Ərdahan, Batum Osmanlıya verilməli idi və müqavilə Almaniya ilə Rusiya arasında imzalanmışdı. Müqaviləyə əsasən Rusiya müharibədən çıxırdı və Trabzon konfransı isə 1918-ci ilin yenə də martında olmuşdu və həmin konfrans bir ay davam etmişdi. Və konfransda Qafqaz nümayəndə heyəti Qars, Ərdahan və Batumun Osmanlıya verilməsindən narazı olmuşdu. Çünki Qarsı və Ərdahanı ermənilər, Batumu isə gürcülər istəyirdilər. 35. Qars, Ərdahan, Batum vilayətləri Osmanlı İmperiyasından qaytarılması haqqında müddəa şərtlərinə daxil edir. Demək, cavab olacaq Brest-Litovsk, bayaq dediyim A variantı. 36. 1918-ci ilin mayında Şimali Azərbaycanda və 1920-ci il Cənubi Azərbaycanda milli hökumətin yaranması. Cavab B. Çünki 20-ci ilin iyununda Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabani də milli hökuməti yaradır, lakin o 3 ay davam edir, sentyabrda süqut edəcək. 37. 1918-ci ilin 24-də Batumda Azərbaycan Osmanlı dövləti arasında sülh və dostluq müqaviləsi. Cavab elə A variantıdır. 38. Parlamentin fəaliyyətə başlaması münasibəti ilə AXC hökuməti Gəncədən Bakıya köçdü. Xeyr, bu Nuru Paşanın Bakını azad etməsinin nəticəsidir. Üç rəngli bayraq, xeyr, nə əlaqəsi var? Siyasi məhbuslara amnistiya verdi. Bəli, siyasi məhbuslara amnistiya verir. Bu parlamentin ilk qərarı idi.
39. Məntiqi ardıcılığı tamamlayın. Cənubi Azərbaycanda Milli Azadlıq Hərəkatı, Təbriz üsyanı və Şeyx Məhəmməd Xiyaban rəhbərliyi ilə Azərbaycan Demokratik Firqəsini təşkili. Əslində firqə bunlardan əvvəldir. Cavab olacaq Y variantı, milli hökumətin yaradılması. Çünki firqə 1917-ci ildə yaradılır, ondan sonra Milli Azadlıq Hərəkatı dövrü başlayır. Hətta Milli Azadlıq Hərəkatı dövrü 1919-cu il İngiltərə və İran müqaviləsindən sonra daha da yüksəliş dövrünü yaşayır. Firqədən sonra sakit dövrdür. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədəki fəaliyyəti dövrünə aiddir. Xalq Cümhuriyyətinin Gəncə dövrü 1918-ci ilin iyunundan 1918-ci ilin sentyabrın 15-nə qədərdir. Gürcüstanla hərbi müqavilə ola bilməz, çünki o 1919-cu ilin yayındadır. Parlament 1918-in 7 dekabrıdır, bu da Bakı dövrünə düşür. Aras Türk Respublikasının yaranması isə 1918-ci ilin noyabrındadır, bu da Bakı dövrüdür. Milli ordunun yaradılması haqqında fərman 26 iyun, bəli bu düşür Gəncə dövrünə. Deməli 40-cı testə cavab olacaq D. Cavabları yazıram mən. 41. Azərbaycan Xalq Cümhuriyyətinin Bakıdakı fəaliyyəti dövrünə aiddir. Azərbaycan parlamentinin öz işinə başlaması. Bəli, elə cavab A variantıdır. Çünki Bakı dövrü 1918-ci ilin sentyabr ayının 15-dən başlayır. Milli ordu 26 iyun Gəncə dövrünə düşür. Çünki iyunun 17-sindən sentyabrın 15-nə qədər Gəncə dövrüdür. Azərbaycan Milli Şurasının ilk dəfə özünü buraxması. Milli Şuranın demək ki, orada Milli Şura, Müvəqqəti Milli Şura, Milli Şura, daha sonra ikinci Respublika, deməli, ikinci hökumət, bunlardan danışır. Amma Azərbaycan parlamentinin öz işinə başlaması dəqiq Bakı dövrünə aiddir. Göyçay ətrafında HKS-nin qoşunlarının məğlub edilməsi, bu da aiddir. Deməli, Gəncə dövrünə. Azərbaycan Milli Şurasının İrəvan şəhərinə erməniyə güzəştə getməsi də 1918-ci ilin mayın 29-dadır. Bu da təbii ki, aiddir Tiflis dövrünə. 42. Aras Türk Respublikasının yaradılmasının tarixi əhəmiyyəti odur ki, ermənilərdən qorunur Naxçıvan. Göyçay dövrəsində Bakı Xalq Komissarlar qüvvələri məhv edildi döyüşlərində. Xeyr, bunun əlaqəsi yoxdur. Çünki Göyçay döyüşlərində Nuru Paşa Xalq Komissarlar Sovetinin qüvvələrini məhv edir. O zaman anı götürmürük. Zəngəzurda erməni quldurlarının qarşısı alınır. Aras Türk Respublikası Naxçıvanda idi. Y variantında deyir, Naxçıvan bölgəsinin ermənilərlə keçməsi imkan verilmir. Deməli, cavab Y variantı olacaq. 42Y. 43. Aras Türk Respublikasının meydana gəlməsinin tarixi zərurəti. Tarixi zərurət odur ki, Mudrosdan sonra Osmanlılar çıxıb gedirlər və Naxçıvanı ermənilərdən qorumaq üçün yerli əhali Aras Türk Respublikasını yaradır. A variantı Rusiya. Dediyim kimi, Rusiya hələ ki işğal söhbəti açılmır. Çünki Rusiyada vətəndaş müharibəsi gedirdi bu AXC-nin mövcudluğu dövrdə. Yalnız vətəndaş müharibəsindən başı açılandan sonra artıq işğal söhbəti ortalığa gəlir. Naxçıvanın ABŞ idarəçiliyinə verilmə təhlükəsi, Qarabağın erməni təcavüzünün genişlənməsi, Naxçıvan bölgəsində Ermənistan tərəfindən işğal edilmə təhlükəsi D variantı olacaq. 44. Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi sahədə gördüyü tədbirə aiddir. Bankın milliləşmə söhbətlərini çıxırıq. Çünki AXC-də milliləşmə bircə dənə təhsil müəssisələrinin milliləşməsidir. A və B çıxır. Müəssislər məclis seçkilərinin keçirilməsi bu siyasi hadisədir. Dağıdılmış Bakı-Batum neft kəmərinin bərpa olması olacaq. Y. 45. Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi sahəsində gördüyü tədbirlərə aiddir. Qacarların ərazisində səfirliyin açılması. Bu sosial-iqtisadi deyil, siyasidir.
Xəzər hərbi donanması milliləşmə yoxdur. Baxın, milliləşməni çıxırıq. Neft sənəsi milliləşməsini çıxırıq. Naxçıvan general qubernatoru siyasidir. Milli pul nişanlarının dövrəyə buraxılması isə sosial və iqtisadidir. Y. 46. 46-cı test. Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin tarixinə aid deyil. Aqrar islahat hazırlamaq üçün parlamentin komissiyasının yaradılması. Aqrar islahat komissiyası 19-dadır. BDU-nun təsis edilməsi haqqında qanun, bu da 19-dadır. Mətbuat üzərində senzuranın götürülməsi 18-in oktyabrında olmalıdır. Digərlərinə baxaq, Nəsib bəy Yusupəlinin başçılığı ilə yeni hökumət kabinetinin yaradılması, bu 4-cü hökumətdir. Çünki 3 hökumət Xoyskidir, bu da 19-cu ildədir. Əlifba İslahat Komissiyası da 19-dadır. Əlifba İslahatı Komissiyası 19-un martındadır. Amma mətbuat üzərində senzuranın götürülməsi 18-in oktyabrındadır. 47. Azərbaycan Xalq Cümhuriyyətinə aid deyil. Naxçıvan General Qubernatorluğunun yaradılması 1919-cu ilin fevralı aiddir. Qarabağda 1919-cu ilin yanvarı, Gürcüstan Respublikası ilə müqavilələr aiddir. 1919-cu ilin yayı, Qacarlara hərbi müqavilə qətiyyən yoxdur. Yalnız dostluqdur. Xəzər hərbi donanması da 1919-un yayında var idi. 48. Bolşeviklərin oktyabr çevrilişindən sonra gördükləri tədbir, Bakıda Sovet hakimiyyətinin qurulduğunun elan edilməsi, Müsavat Partiyası ilə ittifaq ola bilməz, Bakıda Zaqafqaziya Komissarlığının səlahiyyətlərini müəyyən etməyə başladılar. Noyabrda da, yəni Sentrakaspia diktaturası noyabrda deyil, Bakı Şəhər Duması fəaliyyətini bərpa etdilər, yoxdur. Zaqafqaziya Komissarlığının səlahiyyətləri müəyyən etməyə başladılar. Deməli, oktyabr çevrilişindən sonra noyabrda komissarlıqdır, düzdürmü? O zaman cavab C olacaq. Çünki deməli, fevral Bojanqo'dan sonra martda komitə idi. 48. 1918-ci ilin yayında erməni dəstələrinin Naxçıvandakı özbaşınalığına son qoydu. Azərbaycan Ermənistan arasında saziş yoxdur. Naxçıvan General Qubernatorluğunun yaradılması nə deyir? Çünki Naxçıvan General Qubernatorluğu 19-cu ildə yaradılıb. Osmanlı Naxçıvana daxil olması, Araz Türk Respublikasının yaranması. Araz Türk Respublikası noyabrdadır. Azərbaycan Milli Ordusunun Naxçıvana daxil olması. Yayda 26 iyunda Milli Ordumuz yaradılmışdı artıq. Cavab olacaq Y variantı, Azərbaycan Milli Ordusunun Naxçıvana daxil olması. 50. Birinci Dünya Müharibəsi dövrünə aid deyil. Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransına göndərilməsi dekabrdadır. O zaman elə cavab A olacaq. Çünki noyabrda müharibə bitir. A variantı dedik. B variantı Azərbaycan Bakı Xalq Komissarlarının yaradılması bu dedik 1918-in aprelində idi. Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi. Bolşeviklər oktyabr çevrilişindən sonra gəlirlər. 18-in yanvarından artıq tam Sovet hökumətini qururlar. Sentrakaspia diktaturasının yaradılması 1918-ci ilin demək avqustundadır. Brest-Litovsk sülh müqaviləsinin imzalanması isə 1918-in martındadır. Deməli, noyabrdan sonraya düşən hadisə A variantında idi. Hələlik gəlir, yenə bəsdir.